Türkiyədə dərs zamanı ingilis dili müəlliminin geyimi sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər vəziyyəti normal hesab etsələr də, digərləri Milli Təhsil Nazirliyini və nazir Yusuf Tekini etiqetləyərək buna reaksiya veriblər. Onlar Yusuf Tekinin ünvanına mənfi şərhlər yazıb və məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər. Məlum olub ki, sözü gedən müəllim əslən Azərbaycanlıdır. O, sosial şəbəkədə Səma İbrahimova kimi tanınır.